Salam, əziz və dəyərli 9-cu, 10-cu siniflərimiz, 8-ci siniflərimiz, bizi izləyən hər kəs. Mən ingilis dili müəlliminiz Çinarə müəllim. Bugün bir esse nümunəsi ilə qarşınızdayım. Hekayəni necə qururuq? Gəlin başlayaq. Hekayədə başlayaq. One sunny morning. Bir günəşli bir gün. Günəşi görməyiniz şərt deyil. Giriş olaraq verə bilərsiniz. Öz təxəyyülünüzdən hekayədə bol-bol istifadə edin. A kind little girl decided to help the birds in her garden. Balaca mehriban bir qız qərarı alır ki, bağındakı quşlara kömək etsin. Giriş hissəmizi verdik. She found some wooden pieces and carefully made a small birdhouse with a hammer. O, taxtadan, oduncaqdan hissələri taparaq onları bir yerə toplayır. Diqqətlə quş üçün balaca bir yuva düzəldir və çəkicidən istifadə edərək və s. belə ifadə edə bilərsiniz. After that, bundan sonra, baxın, bunlar sizə köməkçi ifadələrdir. She painted the birdhouse bright red. O evi qırmızı parlaq bir rəngə boyayır. Hekayədə istifadə edərkən söz artımı məqsədi ilə bol-bol sifətlərdən istifadə edə bilərsiniz. And let it dry in the sun və onu günəşdə qurudur. Əzizim, baxın, belə yazdıqdan sonra, daha sonra bildiririk ki, oraya bir quş gəlir və tezliklə oranı öz evinə çevirir, yəni öz yuvasına çevirir. Sonra isə biz əxlaqi dəyəri hekayədə vurğulayırıq ki, hekayəmiz daha təbii və daha gözəl görünsün. The girl felt very happy. Qız özünü çox xoşbəxt hiss edir and proud və qürurlu hiss edir. Because she helped a bird find a safe place to live. Çünki o bir quşa sağlam yaşayacağı bir yer tapmışdı. Bol-bol söz ehtiyatımız olmalıdır. Sinonim və antonimlərlə bilgilərimiz geniş olmalıdır. Happy, xoşbəxt, morning, səhər, birds, quşlar, hammer, çəkic, branch, budaq, safe, təhlükəsiz və s. Əziz abituriyentlərimiz, dərslərimizə qeydiyyat davam edir. Qeydiyyat üçün 077 394 1424 nömrəsi ilə əlaqə saxlayırsınız. Və bu məqama diqqət edin. ilk dərslərimiz bütün abituriyentlər üçün ödənişsizdir. Sınaq məqsədi ilə ödənişsiz keçirilir. Siz qrupa daxil olursunuz, proqramla, dərs metodu ilə, müəllimlə, yəni mənimlə tanış olursunuz və sizi qane etdiyi halda biz birlikdə əməkdaşlığa başlayırıq. Hər birinizə bol şans və uğurlar arzu edirik. Uğura gedən yol məhz MHM Tədris Mərkəzindən keçir. Sağ olun.